Salam əziz tamaşaçılar. Ramazan ayının ikinci 10 günlüyündə hər birinizi xoş gördük. Bu dəfəki mövzumuz oruc ibadəti ilə bağlı qaydalara həsr olunub. Ramazan orucu İslamın 5 şərtindən biridir. Onun mükəmməl şəkildə yerinə yetirilməsi üçün müəyyən qaydalar tələb olunur. Bəs bu qaydalar nələrdən ibarətdir? Bugünkü verilişimizdə bu məsələni müzakirə edəcəyik. Həm söhbətim Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Qafqaz Abdurrahmanovdur. Qafqaz müəllim, xoş gəlmisiniz. Çox sağ olun Kövsər müəllim. Qafqaz müəllim, oruc ibadəti müsəlmanın ibadət həyatının ayrılmaz bir hissəsidir. Əsas ibadət növlərindən biridir. Bu ibadətin doğru düzgün yerinə yetirilməsi üçün müəyyən qaydalar var ki, onları mütləq hər kəsin bilməsi vacibdir. Bu verilişimizdə istədik ki, sizinlə bu qaydalar ətrafında söhbət edək. İnsanların bəzən yanlış bildikləri, bəzən doğru bilib naqis bildikləri bəzi məsələlər var. Bunları sizinlə bu verilişdə aydınlaşdıracağıq. Mən istərdim əvvəlcə oruc ibadətinin İslam dinindəki yeri və onun əsas hikməti haqqında fikirlərinizi alım əvvəlcə. Çox sağ olun, təşəkkür edirəm Kövsər müəllim. Bismillahirrahmanirrahim. Əssalatu vəssalamu ala Rasulina Muhammedin və ala alihi və əshabihi əcmain, əmmə ba'd. Məlum olduğu kimi oruc bizdən əvvəlki, İslam dinindən əvvəlki bütün dinlərdə dinə inanan insanlar üçün fərz edilmiş ibadətlərdən birisidir. İlahi zəncirin son halqasını təşkil edən İslam dinində də oruc İslam dininin əsaslarından birisi olaraq qəbul edilmişdir. Hətta bir hədis şərifdə Peyğəmbər əleyhissalam belə buyurmuşdur. Bunyel İslamu ala xamsin, şəhadəti ən la ilahe illallah və ənə Muhammedən Rasulullah və iqamis salati və itaiz zəkati və haccil beyti və savm Ramadan. Bu hədisin son qismində Peyğəmbər əleyhissalam İslamın 5 təməl üzərində inşa edildiyini, bu 5 təməldən birinin də Ramazan orucu olduğunu açıq bir şəkildə ifadə etmişdir. Bundan başqa Bəqərə surəsində 183-cü ayədə Uca Allah belə buyurmuşdur. Bismillahirrahmanirrahim. Ya eyyuhellezine amanu kutiba aleykumus-siyamu kema kutiba alellezine min qablikum la'allakum tettaqun. Ey iman edənlər, oruc sizdən əvvəlki ümmətlərə fərz edildiyi kimi sizə də fərz edilmişdir ki, ümid edilir ki, siz də təqvaya çatasınız. İstər oxuduğumuz hədis şərifdən, istərsə də oxuduğumuz ayədən biz anlayırıq ki, oruc ibadəti İslamın 5 təməlindən biridir. Xüsusilə biz bunu hədis şərifdən anlayırıq. Oxuduğumuz ayədən isə oruc ibadətinin müsəlmanlar üzərində fərz qılındığını və eyni zamanda bizdən əvvəlki ümmətlərə də fərz qılındığını biz açıq-aşkar bir şəkildə görə bilərik. Bunun xaricində oruc ibadəti ilə qədər Peyğəmbərimizin təşviq edici bir çox hədis şərifləri mövcuddur. Hətta bunlardan birisi mənim diqqətimi çox çəkir. O hədis şərifdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Kullu amali ibn Adəm ləhu illə-siyam. Adəm övladının bütün əməli onun özü üçündür, orucdan başqa. Fəhvəli, oruc mənimdir və ənə uczi bihi. Və onun qarşılığında mən misli ilə verirəm. Təbii ki, hədisin arxası da var. Yenə başqa bir hədisdə orucun mahiyyətinə diqqət çəkmək üçün Peyğəmbərimiz bir hədis şərifində də belə buyurmuşdur. Mən samə Ramadanı imanən və ihtisabənğufrə ləhu mə təqaddəmə min zəmbi. Kim inanaraq və qarşılığını Allahdan umaraq, təmənni edərək Ramazan ayında oruç tutarsa, onun bütün günahları əff edilər, bütün günahları bağışlanar. Oruc gördüyümüz kimi dinimizin 5 əsasından biridir. İslam 5 əsas üzərində inşa edilmişdir. Bunun xaricində oruc ibadətinin özü nədir, mahiyyəti nədir? Oruc şəfəq vaxtının sökülməsindən, yəni dan yerinin sökülməsindən günəşin batmasına qədər bir müsəlmanın yemək, içmək, digər davranışlardan özünü məhdudlaşdırmasıdır. Belə bir söz var ki, oruc ibadəti yoxsulların halını başa düşmək üçündür. Bu sözün özlüyündə müəyyən qədər haqlı tərəfi ola bilər, amma orucu sizcə sadəcə bu sözlə ifadə etmək nə qədər doğrudur? Çox gözəl buyurdunuz Kövsər müəllim. Oruc ibadətinin bir çox hikmətləri var. Biz bunu birbaşa Quran-Kərim ayələrindən və Peyğəmbərimizin hədislərindən anlaya bilirik. Elə az öncə oxuduğumuz ayədə orucun bizə fərz qılındığını göstərən ayənin sonunda Uca Allah deyir ki, لَعَلَّكُمْ تَتَّقُونَ. Yəni, hər şeydən əvvəl oruc ibadəti birbaşa təqva ilə əlaqələndirilmişdir. Təqvanın təbii ki, bir çox mənası var. Bunlardan biri də insanın Allaha qarşı məsuliyyət şuuru daşımasıdır. Yəni, hər şeydən əvvəl oruc bir müsəlmanın, inanan bir insanın Allaha qarşı məsuliyyət şuuru daşımasını aşılayır bizlərə. Bunun xaricində oruc təbii ki, sadəcə ac qalmaqdan ibarət deyil.
Bunu açıq şəkildə Peyğəmbərimiz özü vurğulamışdır. Bir hədisində yenə belə buyurmuşdur Peyğəmbər Əfəndimiz. Rubba saimin leysə lehu minəs-siyam illəl-cu. Elə oruç tutanlar vardır ki, onların orucdan nəsibi yalnız və yalnız ac qalmaqdır. Bu açıq bizə göstərir ki, oruc ibadətinin hikməti sadəcə ac qalmaq, yəni fəqirlərin halını anlamaq deyil. Əlbəttə, bu da oruc ibadətinin hikmətlərindən, fəzilətlərindən birisi olaraq qəbul edə bilər. Çünki qütbləşən dünyamızda bir tərəfdə fəqirlər, yoxsullar, möhtaclar, bir tərəfdə müəyyən qədər zəngin insanlar. Yəni elə insanlar var ki, heç bir zaman həyatlarında ac qalmayıblar təbii ki. Oruc ibadəti Ramazan ayında bizə bir bütünləşməyi, yəni bütün insanların Allah qarşısında eyni səviyyədə olduqlarını göstərmək üçün də bir fəzilətlər daşıyır. Yəni biz ac qaldığımız zaman, susuz qaldığımız zaman, yəni müəyyən nemətlərdən özümüzü məhrum etdiyimiz zaman eyni zamanda onların halını da anlaya bilərik. Amma dediyimiz kimi oruc ibadətini tək bununla məhdudlaşdırmaq qətiyyən doğru deyil. Doğru deyil. Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya verilən salamı olduğu kimi qaytarın. Orucun bir çox növləri var və Ramazan orucu da oruc növlərindən biridir. Mən istərdim ümumilikdə İslam ibadət ənənəsində orucun növləri haqqında, Ramazan orucu müsəlmanlar üzərinə vacib olan oruçdur. Bəli. Bir də digər oruçlar var. Bu oruçların qəzası var, nafilə oruçlar var, Peyğəmbərin sünnəsi etibarilə yerinə yetirdiyimiz oruçlar var. Bunlar barəsində istərdim ki, bu oruç növlərini və Ramazan orucunun bunlardan nə ilə fərqləndiyini izah edəsiniz. İslam hüququ ilə əlaqədar, yəni fiqh olaraq adlandırdığımız kitablara müraciət etdiyimiz zaman, ayrıca Quran-Kərimə və Peyğəmbərimizin hədislərinə müraciət etdiyimiz zaman biz belə bir nəticəyə gələ bilirik ki, İslam dinində Allahın və ya Peyğəmbərinin bizdən istədiyi, bizə əmr etdiyi orucları biz əsasən iki kateqoriyaya bölürük. Vacib olan oruclar və nafil olan oruclar. Vacib termini ilə nəyi qəsd edirik? Bir müsəlmanın qəti bir şəkildə icra etməsi lazım olan ibadətləri biz vacib deyirik. Bunu etdiyimiz zaman qarşılığında savab alırıq, tərk etdiyimiz zaman isə qarşılığında Allahdan bir cəza bizi gözləyir. Vacib orucları biz müəyyən qruplara ayırırıq. Birincisi təbii ki, Ramazan ayında tutulan orucdur. Az öncə oxuduğumuz ayələr, hədislər həddi buluğa çatmış və əqli qüsuru olmayan, səfərdə olmayan, xəstə olmayan, üzürlü səbəblər olmayan hər bir müsəlman üçün Ramazan orucu vacibdir. Tutmaq lazımdır. Kəffara orucları var. Kəffara isə kəffara termini ilə biz nəyi qəsd edirik? Hər hansı bir dinin bizə qadağan etdiyi davranışı biz etdiyimiz zaman Allahdan bağışlanma ümidi ilə və ya o həmin davranışın cəzası olaraq uca Rəbbimiz və ya Peyğəmbər Əfəndimiz bizdən bunun qarşılığı olaraq oruç tutmağımızı tələb edir. Buna da kəffara oruçlar deyirik. Təbii kəffaranın bir çox növləri var. Biz burada sadəcə Ramazan ayının kəffarəsini söyləməklə kifayətlənirik. Ramazan ayında tutulmayan orucun, yəni qəzaya qalan orucun tutulması da vacibdir, eləmi? Bu artıq vaxtdan asılı olmayaraq, Bəli. bunun bir vaxtı varmı, hansı müddətdə tutulmalıdır və ya əgər Ramazan orucunu keçən ildən qəzası olan adamlar indi gəlib Ramazana yetişiblərsə, bu oruçlarını nə zaman tutmalıdırlar? Bu barədə istərdim. Ramazan orucunun qəzası vacibdir. Aha. Quran-Kərim ayəsi ilə sabitdir. Ayədə Bismillahirrahmanirrahim. فَمَنْ كَانَ مِنْكُمْ مَرِيدًا اَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ اَيَّامٍ اُخَرٍ. Yəni müəyyən səbəblərdən ötürü, səfərdə olsanız, xəstə olsanız və ya müəyyən bir səbəbdən ötürü orucunu tutmayan bir müsəlman daha sonra günə-gün tutmadığı günlər qədər oruç tutmalıdır. Yəni Ramazan ayının qəzasını Ramazan ayından sonra istənilən bir vaxt ərzində biz orucumuzu tuta bilərik. Bəzi alimlər deyirlər ki, sadəcə həmin il içərisində orucu tutmaq daha fəzilətlidir. Yəni amma tuta bilməmişiksə də növbəti ildə tuta bilərik. Heç bir problem yoxdur. Yəni onlar yenə də boynumuzda borc olaraq qalır. Boynumuzda borc olaraq qalır. Və tutaq ki, məsəl üçün biz keçən il Ramazandan qəza borcumuz var və bu ildə qəza borcları boynumuza gələ bilər. Bunlar yenə üst-üstə gəlir. Bunlar artıq tutulmalıdır. Şərtlər uyğun olduğu zaman növbəti illərdə və ya növbəti zamanlarda biz onları günə-gün qəzasını tutmalıyıq. Bəli. Qəza
oruçları oruç tutmağa gücü çatan, orucu tutan insanlar üçündür. Yəni ola bilsin ki, müəyyən səbəbdən orucu poza bilər və ya hər hansı bir səbəbdən həmin müddətdə oruç tutmaya bilər. Bax, bu səbəblər nələrdir? Mən istəyirdim aydınlıq gətirək buna da. Quran-ı Kərimin və Peyğəmbərin hədislərində kimlər əsasən vacib qaydada oruç tutmalıdır və kimlərə oruç tutmamaq üçün icazə verilir? Oruç tutmaq üçün təbii birincisi müsəlman olmaq, ikincisi hədd-buluğ yaşına çatmaq, üçüncüsü də ağlı başında olmaq. Bu şərtləri daşıyan hər bir müsəlman Ramazan orucunu əda etməlidir. Ramazan orucunu tutmalıdır. Bir də təbii ki, qadınlara məxsus özəl hallar var. Həmin hallarda qadınlar Ramazanda oruç tutmazlar. Bunun xaricində bir müsəlman Ramazan ayında əgər qəsdən orucunu pozubsa və ya cinsi münasibətdə olubsa, qəsdən bilərək bunun qəzası kəffarə olacaq. Yəni, kəffarə dediyimiz zaman kəffarəni necə icra edəcəyik? Öncə həmin orucun bir gündürsə və ya 2 gündürsə orucun qəzasını tutacaq. Daha sonra isə hər oruc üçün, əgər bir gün oruç tutmamışıqsa 60 gün, yəni 2 qəməri ay olmaq şərti ilə kəffarə orucu tutacaq. Amma bunun xaricində əgər bir müsəlman orucunu qəsdən pozmayıbsa, dəstəmaz alarkən boğazına su gedibsə və yaxud birisi onu orucunu pozması üçün məcbur edibsə, bu və digər səbəbdən, yəni qəsdən yemək, içmək və cinsi münasibət xaricində bir insan orucunu pozubsa, o zaman isə sadəcə qəza lazım olacaq. Bunun qəzasını tutması lazımdır. Az öncə dediyim kimi... Yəni, tutmadığı günə görə bir gün onu əvəzləməlidir. Bəli. Bunun xaricində, əgər bir insan orucunu pozubsa, kəffarə və ya qəza, müəyyən səbəbdən orucunu pozubsa və oruc da tuta bilmirsə, nə edəcək? Bunun Quran-ı Kərimdə açıq şəkildə biz cavabını tapa bilirik. Ya bir fəqiri gündə 2 öynə olmaq şərti ilə 60 gün doyurmaq və ya 60 fəqiri gündə 2 öynə olmaq şərti ilə bir gün doyurmaq. Bu, ümumiyyətlə, oruç tutmağa gücü çatmayanlar üçündür. Bəli. Yəni, məsəl üçün, bu hansı səbəblərdən ola bilər? Yaşlılıq səbəbi ilə və ya məsəl üçün, mədəsində bəlkə problem var, bir insan oruç tuta bilmir. Bu şəkildə günə uyğun olaraq, yəni qəzasını da tuta bilməyəcək insanlar üçündür. Deyiləm mən belə başa düşdüm? Bəli, bəli. Quran-ı Kərimdə ifadə olunan xəstəlik, səfər kimi məsələlər var ki, bundan bu müddətlərdə müsəlman oruç tutmaqdan azad edilir. Amma təbii ki, qəzası qalmaqla. İstərdim buna da aydınlıq gətirək. Bu hansı hallardır, hansı şərtlərdir? Bəli. Bir müsəlman hansı hallarda oruç tutmaya bilər? Ramazan ayında təbii ki. Biz fərz oruclardan bəhs edirik. Cavabını Quran-ı Kərimdə tapa bilərik. Az öncə oxuduğumuz ayədə فَمَنْ كَانَ مِنْكُمْ مَرِيدًا أَوْ عَلَى سَفَرٍ فَعِدَّةٌ مِنْ أَيَّامِ الْأُخَرِ Ramazan ayında biriniz xəstə olarsanızsa və yaxud səfərdə olarsanızsa oruç tutmaya bilərsiniz. Daha sonra tutmadığınız günlər qədər onun qəzasını tutarsınız. O zaman ayədən necə anladıq? Xəstə olmaq, səfərdə olmaq, bunun xaricində var süd əmizdirən qadınlar. Əgər uşağa ziyan gələrsə və ya qadın öz səhhəti üçün təhlükə olarsa, o qadınlar da oruç tutmaya bilərlər. Yaşlılıq da oruç tutmaq üçün əngəl olan səbəblərdən biridir. Bir insan əgər həqiqətən pirifanı deyilikdə, yəni oruç tuta bilməyəcək qədər ahıldsa, o da Ramazan ayında oruç tutmaya bilər. İmkanı varsa, onun qarşılığını az öncə dediyimiz kimi fidyə olaraq verəcək. Ya bir fəqiri 60 gün doyuracaq, ya da 60 fəqiri bir gün doyuracaq. Bunların heç birisine gücü çatmırsa, ancaq Allahdan bağışlanma təmənni eləyəcək. Sadəcə bir-iki məsələyə mən toxunmaq istəyirdim. Səfərdə ikən oruç tutmaq. Səfərdə ikən bir müsəlman oruç tutmamaqda müxəyyərdir. Yəni, istərsə tutar, istərsə də tutmaya bilər. Alimlərin böyük əksəriyyəti bu şəkildə fikirləşirlər. Çünki ayənin son hissəsində وَاَنْ تَصُومُ خَيْرٌ لَكُمْ deyir. Yəni, oruç tutmağınız tutsanız sizin üçün daha xeyirlidir. Amma bəzi alimlərimiz, bəzi müctəhidlərimiz isə səfərdə olduğumuz zaman oruç tutmağın məhkruh olduğunu, yəni xoş qarşılanmadığını söylürlər. Çünki Peyğəmbərimizin dövründə sahabələrdən bir qism səfərdəykən oruç tutardı, bir qism tutmazdı. Bir qismdə Peyğəmbərimiz səfərdəykən oruçlarını pozmalarını əmr etmişdi. Bir qism da az öncə dediyimiz kimi oruçlarını tutmağa davam etmişdilər. Bu hədislərdən yola çıxan bir qism alimlər deyirlər ki, səfərdə oruç tutmaq xoş qarşılanmır. Ey arxayın olan kəs!
razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön. Mənim qullarımın cərgəsinə keç, cənnətimə daxil ol. Bu mövzunun içərisində bir çox təfərrüatlar var. Xüsusilə qeyd etdiyiniz o qəza və kəffarə oruçları bir baxıma oruc ibadətinin ciddi bir ibadət olduğunu, yəni Allah qarşısında bir qulluq olduğuna görə istədiyimiz zaman keyfimizə görə onu qeyri-ciddi yanaşmaq, istədiyimiz zaman tutub, istədiyimiz zaman tərk eləmək ibadət ədəbinə yaraşan hal deyil. Ona görə də möminlərin bu barədə ehtiyatlı olması və bu məsələyə, oruc ibadətinə digər ibadətlərdə olduğu kimi ciddi yanaşması lazımdır. Qafqaz müəllim, mən əlbəttə bilirəm ki, bu məsələdə müxtəlif görüşlər var, oruc ibadətinin təfərrüatına dair müxtəlif yanaşmalar var, amma təbii ki, efirimizin vaxtı bunları tam olaraq aydınlaşdırmağa imkan vermir təəssüf ki. Əlbəttə bunlar kitablarda və təfərrüatına qədər yazılıbdır. Mən elə gəlir ki, sizin bu qısa vaxt ərzində qeyd etdikləriniz oruc ibadəti ilə bağlı əsas bizə lazım olan konturları göstərməsi baxımından çox əhəmiyyətli idi. Mən sizə çox təşəkkür edirəm. Çox sağ olun. Gəldiyiniz üçün və biliklərimizi təzələdiyiniz üçün minnətdaram. Sağ olun. Çox sağ olun, mən də sizə təşəkkür edirəm. Əziz tamaşaçılar, bugünkü verilişimizdə oruc ibadəti ilə bağlı qaydaları gündəmə gətirdik. Bütün ibadətlərdə olduğu kimi oruc ibadətini də yerinə yetirməyin müəyyən qaydaları var. Onu tam təkmil şəkildə yerinə yetirmək üçün bu qaydaları hər bir müsəlmanın bilməsi vacibdir. Bununla da verilişimiz başa çatır. Haqqın Dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.